Bugün dekabrın 25-də 1-ci Qarabağ müharibəsində Fərrux Dağı, Qızyataq və Gülyataq kəndləri uğrunda döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərmiş, Qazancılar kəndi ətrafında gedən şiddətli döyüşlərdə şəhid olmuş şəhid Sulduz Zahirəliyevin doğum günündə ailəsi tərəfindən şəhidin və eyni məzarlıqda uyuyan şəhid Elçin Mirişovun məzarları ziyarət olunmuş, hər iki məzar üzərində dalğalanan üç rəngli bayraqlar yeniləri ilə əvəz olunmuşdur. Daha sonra ailə üzvləri vaxtilə şəhid Sulduzun oxuduğu və hal-hazırda adını daşıdığı Lerik rayon şəhid Sulduz Zahirəliyev adına Davidon kənd ümumi orta məktəbində olmuş və məktəbdə şəhidin xatirəsinə həsr olunmuş quşa önündə şəhid Sulduz Zahirəliyev haqqında xatirələrini bölüşmüşlər. Sonra məktəbin müəllim və şagirdləri ilə birgə Sulduz Zahirəliyevin məzarı önündə ölkəmizin bütövlüyü uğrunda şəhid olmuş bütün şəhidlər bir daha anılmış və xatirə şəkilləri çəkilmişdir.